Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxşı istəyirəm göstərim. Bu da jilet, jaket, sviteri də poliver toxumağa daha yaxşıdır. Uşaq üçün, böyük üçün nə istəsəz toxuya bilərsiniz. Bunda ilməkləri 3-3 yığıram. 2 də kənar ilmək yığıram. Nə qədər artırsanız 3-3 artırmaq lazımdır. Bu aşağısında rezinka hissəsidir. Kim necə istəyir, hələ də toxuya bilər. Bunun üçün indi belə bir sapı götürürəm. Bunun üçün indi qısa formada yığacağım. İki, üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilməkdir. 2 də kənar ilmək yığıram. 19, 20 ilmək. Belə. Artıq sapı da kəsirəm buradan. İndi mən buna rezinka toxuyan deyiləm. Bir sıra tərs toxuyuram düz üzdən. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməyi də toxuyuram. Bir də kənar ilməyi. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməyi götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bir sıra yenə düz toxuyuram. Kənar ilməyi də tərs toxudum.
İndi tərs üzdən birinci ilməyi yenə götürürəm. Burada bir artırma eləyirəm. Bir ilməni tərs toxuyuram. Yenə bir artırma eləyirəm. Tərs toxuyuram. Bütün sıranı bir artırma, bir tərs. Axıra qədər belə toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi düz üzdən kənarı götürürəm yenə. Bu artırdığım ilməkləri açıram. Uzatıram da ilməkləri. 2, 3 ilmək uzatdım. Bu qabaqdakı 2 ilməyi götürüb, bu arxadakı bu 1 ilməyi bu ilməyin içindən çıxardıb toxuyuram. Burada bir artırma eləyirəm. Sonra bu 2 ilməyi ikisindən 1 ilmək çıxardıram. Yenə 1, 2, 3. Sonra bu 2 ilməyi içindən çıxardıram bu 1 ilməyi, arxadakı ilməyi. Sonra bu 1 ilməyi toxuyuram, birini artırıram. Bu 2 ilməyi ikisindən 1 ilmək çıxardıram. Yenə 1, 2, 3 ilmək çıxardım, uzatdım ilməkləri. Bu 3-cü ilməyi bu 2 ilməyin içindən çıxardıram. Sonra 1 ilmək toxudum, birinci ilməyi. Birini artırıb bu yerdə qalan o 2 ilməyi ikisindən birini çıxardıram. Yəni burada artma, əksilmə olmur. İlməklərin sayı 3 idi, elə 3 də olur. Yenə birini açdım, ikisini açdım, 3-ün. Qabaqdakı 2 ilməyi götürüb, arxadakın o 2 ilməyin içindən çıxardıram. Sonra 1 ilməyi toxudum, birinci ilməyi. Birini artırdım, bu yerdə qalan o 2 ilməyi ikisindən 1 ilmək çıxardıram. Yenə 1, 2, 3 ilmək. Çıxardım ilməkləri. Bu 2 ilməyi götürürəm. Arxadakı ilməyi bu 2 ilməyin içindən çıxardıram. Birinci ilməyi toxudum. Birini artırdım. Bu yerdə qalan 2 ilməyi ikisindən 1 ilmək çıxardım. Deyəsən burada birin artıq götürmüşəm. Bu 3 ilmək. Buradan artıq götürmüşəm ilməyi. Birini artırdım. İçindən çıxardım. Birincini toxudum. Birini artırdım. Bu ikisindən də birini çıxardım. Kənardakı ilməyi də tərs toxudum. Formada belə bir naxış alınır. Arxa tərəfdən indi hamısını tərs toxuyuram.
formada bir nakış alınır. İndi düz üzdən yenə birinci ilmeği götürürəm. Bu ilmekləri hamısını düz toxuyuram. Belə. İndi birinci sırada necə başlamışdıqsa, indi buradan yenə də arxa tərəfdən bir ilməkdən 2 ilmək düzəldirik. Sonra düz üzdən açırıq ilməkləri uzatırıq. Bu formada belə bir nakış alınır. Belə. Sağ olun. Gələn videomda görüşənə qədər. Toxuyub qutarandan sonra belə bir nakış alınır. Sağ olun. Əgər bəyəndinizsə bəyənməyi, abunə olmağı da unutmayın. Gələn videomda görüşənə qədər.